Növbəti iştirakçımızın layihəsi artıq bir neçə ölkədə təşkil olunan startap müsabiqələrində təqdim olunub və dəyərləndirilib. Geniş musiqi bazarını əhatə edən layihə uğur qazanacaqsa, qlobal müstəvidə insanların istifadəsinə veriləcək. Öz ideyası ilə bizə müraciət edən Dilarənin layihəsi qazansa, bacarığı olmayanlar da oxuyacaq. Dilarə Rüstəmzadənin tələb elədiyi məbləğ müqabilində səsdə yaranan qüsurların canlı ifa zamanı aradan qaldırılmasını təmin edən innovativ Tuning Work layihəsini investorlar açıqlayır. Tuning Work layihəsi bu ilin sentyabr ayında Silikon Vadisi'ndə öz çıxışını etdi. Bundan sonra Moldovada keçirilən 32 ölkə və 119 layihə arasında ikinci yerə layiq görüldü. Və sistem öz ideya baxımından böyük bir bazarı, yəni musiqili bir bazarı əhatə etsə də, bizim fokus nöqtəmiz təkcə musiqiçilər, müğənnilər deyil, eyni zamanda danışmanlar, prezentasiya edənlər, ümumiyyətlə mikrofonu kim əlinə götürür, yəni bizim bazar dairəmiz ola bilər. Sistem ümumilikdə mobil application forması, website və əsasən də software və qurğu təminatı təşkil edir. Hədəf nöqtəmiz böyük auditoriyalarda, audio studiyalarda və konsert zallarında şəxsi müğənnilərin şəxsi mikrofonlarında quraşdırılmış qurğu təminatıdır. Və bu qurğu təminatı vasitəsilə onlar canlı ifa, canlı danışıq zamanı yaranan səs qüsurlarının, detonlarının tonu tuta bilməmələrini real zaman daxilində aradan qaldırmaq mümkün olacaq. Mobil formada və website formasında bizim istifadəçilər həm musiqini öyrənə, həm də özlərinin nə dərəcədə düzgün oxuyub və bacarığını yoxlaya biləcəklər. Və gördüyünüz kimi bizim sistem artıq səsi tanıyır və tuta bilir. Belə ki, Tuning Work layihəsi artıq öz prototipini təqdim edərək səsin düzgün və yaxud yanlış olmasını ayırt edə bilir. Bunu genişləndirmək üçün, genişləndirərək biz səhv oxuduğunuzda düzgün sizə məlumat düzgün oxumağınız üçün, neçə ton yuxarı, neçə ton aşağı oxumağınız üçün bildiriş göndərmək kimi bu cür funksiyaları da olacaq. Bundan başqa, bizim sistem necə işləyir? Bizim Tuning Work layihəsi böyük bir baza sahib olacaq. Musiqili bazanı ümumiyyətlə dünyada ən böyük musiqi bazası olan İsveçrədə yerləşmiş Spotify adlı musiqi portalı ilə hal-hazırda danışıqlar gedir. Özü Bakıya gəlmişdi və bizim danışığımız üzbəüz aparıldı. Onun vasitəsilə, əməkdaşlıq vasitəsilə bizim musiqili portal yaradılacaq və bu bazaya əsasən Tuning Work layihəsinin bazasında həmin musiqilərin düzgün notları, düzgün tonları yerləşdiriləcək. Belə ki, müğənni səhnəyə çıxıb, mikrofonu alıb oxumağa başlayanda onun cari səs tonu bizim bazadakı düzgün notlarla müqayisə aparılacaq real zaman daxilində. Və beləliklə, müğənni həm eyni zamanda həm canlı oxuya biləcək, həm də onun arada tonu tutmamaq kimi hallarını real zaman daxilində aradan qaldıra bilmiş olacaq. Ümumiyyətlə, bizim biznes modelimizə görə ilki mərhələmizdəki mobil forma və website formasında müştərilərimizi 1 milyon müştəri hədəfləsək, onun 30% aktiv müştəri, yəni statistikaya görə 30% aktiv müştəri olur və onun da 30% əgər bizdən pullu paketimizi alsa, $2.99 paketimiz, Learn paketini alsa, bu biznes modeli əsasən bizim aylıq gəlirimiz $550.000 olacaq. Ümumiyyətlə bizim bazarımız ilki mərhələdə karaoke səvərlər, vokal tələbələri və səs yarışmaları iştirakçılarıdır. Nəyə görə səs yarışmaları iştirakçıları? Çünki onların bəzən münsiflər heyəti ilə yaranan münaqişələrini aradan qaldırmaq üçün biz onlara avtomatik nəticə veririk. Yəni ki, siz görürsünüz ki, bizim sistem həqiqətən tutur. Siz neçə faiz düzgün oxumusunuz, neçə faiz səhv oxumusunuz. İki düyməmiz var. İştirakçı bizim müştəri
basır və başlayır oxumağa. Və onun qulağında, yəni ki, naushnik formasında professional oxuyur. O başlayır özünü onunla müqayisə eləməyə və başlayır onunla bir yerdə öyrənməyə həmin musiqini. Bizim sistem indiki hal-hazırda tutur. Yəni ki, siz əgər yaşıl işıq görəndə, deməli siz düzgün tonu tutursunuz. Qırmızı görəndə, deməli səhv tutursunuz. İndi mən özümü Mozart'ın ifasını müqayisə eləməyə çalışacağım. İndi baxırıq mənim faiz dərəcəmə. Cəmi 39% düzgün not göstərdi. Layihənin potensial təqdimatı və bazar araşdırmasının olması investorlara düşünməyə zəmin yaratdı. Onlar qarşılarında çox potensial bir gənc və çox potensial bir layihə görürlər. Amma suallar hələ qarşıdadır. Təyinatı vəsaiti hara xərclənəcək? İlk olaraq bizdə mobil application forması gücləndiriləcək. Yəni ki, müştərilərimizə rahat olsun deyə. iOS, Android və Windows mobil formaları üzərindən və buna köklənir mənim bayaq söylədiyim məbləğ. Daha sonra webi biz gücləndirmək üçün ancaq development hissəsinə gedir bizə və komandamızda 2 riyaziyyatçı və hər segmentin hazırlanması üçün developmentlər mövcuddur. Biz 7 nəfərik hal-hazırda. Onları işə cəlb etmək üçün çox təəssüf ki, pula ehtiyac duyulur. Onlar dediyim kimi ancaq development hissəsinə, yəni ki, rezə əməliyyatların aparılması, hazırlanması üçün. Gələcəkdə isə əsas bu müğənnilər üçün olan qurğu təminatının hazırlanması üçün isə həm qurğuya istifadə olunacaq detalların, sensorların, həm də işçi qüvvəsini təmin etmək üçün. Dilarə xanım, mənim 2 dənə sualım var. Birincisi, bu patentə müraciət eləmisiniz? Patent müraciəti, ümumiyyətlə Azərbaycan daxilində patent müraciətini eləməmişəm. Eləməmişəm. Yox, çünki burada olan müraciətə görə, yəni maraqlandığıma görə yalnız Azərbaycan daxilində tanınır. Mən Amerika səfərində olanda, yəni ki, oradakı patent şirkəti ilə danışıq aparıldı. Məbləğ 10.000 ABŞ dolları qiymətində oldu və ilkin investisiya gözləyirəm edilmək üçün. Çünki çox vacibdir. Yox, hələ ki eləmək. Çox təəssüf ki, yox. Çünki tutsa, əgər bu biznes, bilirsiniz ki, klonlar çoxalacaq. Yəni, sizin algoritmi mən tam başa düşmürəm necə şey olur. Mənim sahəm deyil, amma mən belə başa düşürəm ki, onu yox, innovasyon bir layihədir. Rəqimiz yoxdur deyə bilmərəm, çünki var. Hollywoodda bir Avtotune adlı layihə var. O artıq çoxdan fəaliyyət göstərir və statistikaya əsasən Hollywood ulduzlarının 99% o Avtotune'dan istifadə edir. Avtotune hal-hazırda bazarda təkdir və yeganədir. Lakin onu o səsi düzəldəndə sərlisləşdirməsi ilə məşğul olur. O səsə kənar effektlər əlavə eləməklə həmin detonları yığışdırır. Telefon səviyyəsində onu çatdırmaq olacaqmı? Yəni onu nə qədər dəqiq yoxlamaq olacaqdır? Siz səsin tonunu və s. Deməli, mən bayaq qeyd etmişsiniz, yəqin ki, məni düzgün başa düşmədiniz. Bizim ilk addımımız səsi yoxlamaqdır. Mən bu halda gördüyünüz kimi, mən çıxartdığım səsi çox təəssüf ki, səhv səsləri düzəldə bilmədim. Çünki mənim hal-hazırdakı halımda vəsaitim yoxdur işçi qüvvəsini ona məcbur eləməyə. Amma mən sıfır olduğum halda bunu məcbur eləmişəm. Yəni ki, onlar tuturlar, səhv olduğu halda mənə göstərdi ki, səhvdir. Mən mobil application vasitəsilə yalnız səhv düzü göstərəcəm. Düzəldilməsini yox. Mobil application onun səsini nə qədər düzgün qəbul edib qiymətləndirə biləcəkdir? Yüksək səviyyədə. Bu artıq Android versiyasında artıq hazırdır. Fikrimcə düzgün qəbul edən və s. ona görə daha belə yox, gördüyünüz kimi mən mobil və web formada heç bazar olaraq müğənninin özünü qeyd eləməmişəm. Çünki bazarlardır, servislər müxtəlif olduğu kimi bazarların özləridir müxtəlif. Yəni bu deyək ki, karaokedə oxuyan insanlar üçün falan bunlardır da sizin hədəfiniz? Bəli, ilk mərhələ bəli. Go to market
strategiyası haqqında fikirləşmisiniz siz? Yoxsa bu mərhələdə yalnız bu texnologiyanın üzərində işləyirsiniz? Və go-to-market dediyim məhsulu aydındır müştəri kimdir təxminən. Amma yəni müştəri necə alacaq və ona necə çatdırılacaq? Gözəl rəqəmlər. Hansı xidmət, hansı pulla, hansı promotion? Gözəllikdən başqa bu şeyləri düşünürsünüz üzərində? Mən ümumiyyətlə bu ideya rəhbəri və musiqi və IT meneceri kimi biraz çıxış eləyirəm. O barədə çox güman ki, bizim marketinq meneceri, PR menecerimiz məşğul olur. Onun suallarına çox dəqiqliklə cavab verə bilməyəcəm, amma biznes modelimiz odur ki, bayaq dediyim kimi pullu xidmətlərimiz var. Yəni ki, onun vasitəsilə gəlirimizin olacağına şübhəm yoxdur. Dilara investorun marağını hələ də saxlaya bilmir. Suallara cavabı da qane edicidir. Hər dəqiqə ilə investisiyaya daha yaxın olması hiss olunur. Sükanı belə saxlasa, ideyası qazanacaq. Yox, mən bilmirəm də, sizdə hal-hazırda o hansı mərhələdədir və necə çıxarda bilərsiniz? Bizdə ilkin mərhələnin 50% hazırdır. Sadəcə olaraq biraz bunu gücləndirmək üçün işçi qüvvəsinin ödənişini eləmək lazımdır. Okey, nə qədər işçi qüvvəsidir? Bu hardasa çəkə bilər 4 ay. Biz 7 nəfərik. Hardasa yəqin ki 8.000 lazım olacaq. Okey. Bu biraz bilirsiniz necə şeydir? Yəni mən başa düşürəm. Biraz yəqin ki siz sıxmalısınız, yəni də o resursları. Tam ən qısa zamanda çıxmalıdır şey. Mən bilmirəm. Yəni mən bu ideyanı test eləmək üçün 5.000 manat ayırmağa hazıram. Ki baxaq görək necə olacaq. Yaxşı okey, olacaq. Bu arada yəni bu işin ticariləşdirməsi tərəfində yəni fikirlərimi paylaşmaq istəyərəm sizlə. Ki necə şeydir? Yəni məncə maraqlı olar. Şad olaram, çox sağ olun. Dilarə çox inadlıdır. O öz layihəsinə inanır və 2 ay müddətində ilkin mərhələni başa çatdırmağı söz verir. Əslində mən də investisiya eləməyə hazıram. Texnoloji ideyadır, belə ideyalar maraqlıdır. Azərbaycandan yaranmağa, sonra bunun dünyaya qloballaşmağa. Sadəcə yenə də bunun bir ilkin addımında bir test eləmək üçün, baxmaq üçün siz konkret desəz nə qədər məbləğ lazımdır sizə? Yəni 8.000 nəyə xərclənəcək? Mən yatırımsız heç bir investisiyasız yarım il müddətində, yəni ki bunu artıq qlobal beynəlxalq arenalarda çıxış etməklə Yəni ABŞ-da özünüz getmisiniz bu Global Step 2013-də? Yox, onlar özləri dəvət elədilər. Yəni getmisiniz oraya? Bəli, bəli. İştirak eləmisiniz. Okay. Bir prototip halına salmaq üçün və bunu deyək ki, bir sıra insan arasında test eləmək üçün nə qədər vaxt və nə qədər büdcə lazımdır sizə? Bunlar hazırdır olmağına. Android versiyası hazırdır və web hazırdır. Məncə siz biraz şeysiniz də, istəyirsiniz ki, hamısı olsun birdən-birə. Siz gəlin birini çıxardın. Deyək ki, Android versiya varsa, gəlin Androidin üstündə test eləyin. Onda necə 2 aya? Sonra bir baxın, bəlkə ehtiyac yoxdur davam eləməyə. Yəni indi deyək ki, Androiddə bunu başlamaq üçün. İndi Androiddə başlamaq üçün 2 ay müddətində tam hazır olacaq və buna büdcə olaraq yenə dediyim kimi 8.000 manat. 8.000 manat. Bəli. 5.000 artıq var. 5.000 siz görürsünüz. Mən verirəm. Qalan hissəsində mən verirəm. Çox sağ olun. Təşəkkür edirəm. Rafael Əzizovun diqqətindən bu layihə vaz keçmədi. O, Zaur Məmmədovun elədiyi investisiyanı 3000 AZN ilə tamamlayaraq Tuning Work layihəsinə nağd pul yatırımını elədi. İdeya